Deməli, Ramil bəy yazır, qeyd edir ki, təhlükəsizlik işçisiyəm. Bizim şöbə çox vaxt kölgədə qalır, amma hər hadisə baş verəndə ilk günahlandırılan biz oluruq. Niyə nəzarət eləməmisiniz, niyə baxmamısınız? Hətta şirkətdə bir dövr oldu ki, bizdən kamera nəzarətini belə aldılar. Hal-hazırda şirkətimizdə bizim şöbə üçün nə motivasiya var, nə də ki, təşəkkür. Sizcə belə aşağı görünən, amma məsuliyyətli vəzifədə olan işçilər necə davranmalıdırlar? Çox maraqlı bir söz dedi yoldaş ki, kamera yetkilərini bizdən aldılar. Çox maraqlı və qəribə bir şeydir ki, mən bunu bir neçə şirkətdə, biz 60-a yaxın şirkətdə konsaltıq vermişik və bir neçəsində görmüşük ki, mühafizənin kameraya baxışı yoxdur. Yəni, bunun nə elmi izahı, nə psixoloji izahı, yəni mən başa düşə bilmirəm və sual da vermişəm. Hətta belə də bir qəribə bir şey yaranıb ki, rəhbər deyir ki, özün kamera otağı var, 70 dənə kamera düzülüb ora, özü oradan baxır. Getmişik, baxırıq ki, mühafizədə yoxdur. Sual verir, deyir, yox, bizdə iş olmuş. Deyirəm, niyə olmayıb? Deyir, lazım olanda baxırlar. Dostum, yəni biz mühafizəni niyə qoymuşuq ora? Baxsın, görsün, harada nə baş verir. Dərhal yerində reaksiya versin. Yoxsa mühafizəni elə, yəni sadə bir canlı varlıq kimi qoymuşuqsa harasa, bu bizə nəyə lazımdır? Bu nəzarət nə deməkdir? Niyə ora o göstəricilər verir? Mən bu məsələnin heç bir izahını, şərhini verə bilmirəm. Tamamilə yanlış və mənasız bir yanaşmadır. İndi bu yoldaşlar eyni şəkildə mühafizəyə baxırlar, deyirlər ki, hara baxsan, mühafizənin əlində bir detektoru yoxdur. Mühafizə 5 dənə müəllim var ki, onlar heç nəsiz girirlər, çıxırlar, onlar heç yoxlanmırlar, heç onların maşınına da baxılmır. Amma bir mütəxəssis girib çıxanda, yəni bütün günü onun cibinə, nə bilim, sumkasına, maşınçına baxır. Yoldaş, bəs o 5 dənə adam səhv eləyə bilməz. Yəni onlar kimdir, müqəddəsdirmi? Yəni onların da yoxlanması lazım. Biz əksər hallarda görürük ki, ən çox elə problemi yaradan ən səlahiyyətli adamlardır. Səlahiyyəti var, hər şey əli girir, hər şeyi də həll edir, şirkət də istədiyi qədər zərərə salır. O yazıq mütəxəssisin heç dünyadan xəbəri yoxdur. Heç cəsarəti çatmır, deyir, yəni bir gün səhər işdən çıxararlar, qalaram ortada. O birisinin amma hər şey var, deyir, edirəmsə elə qoy birini də götürüm. Uzaq başı nə olacaq? 2 dənə varımdır da. Yəni mən başa düşmürəm o yoldaş. Dediyi məsələ çox dəhşətli bir vəziyyət və var, faktdır, mən də onu təsdiqləyirəm. Yəni, dediyim kimi, yenə də baxırsan, narahatsan burada. Stolda otururuq, özümüzü narahat hiss edirik. Nə edirik? Durub keçirik o bir stola. Yox, həmin vəziyyətdə narahatsan, nə oturmuşsan oradakı? Yəni, araşdır, özünü təkmilləşdir, çıx get. Yəni, və exit interview o yoxdursa da götür, yaz. Denən xahiş edirəm, mənə bir dənə kağız verin. Mən ona görə çıxıram ki, filan şeylər yoxdur. Yəni, bunu eləməklə siz o şirkətə, o bir əməkdaşlarınıza töhfə verirsiniz.